Quran-ı Kərimdə zahirində müəyyən mövzulara toxunulur və müəyyən mövzulara toxunmur. Amma batinində isə hər mövzuya toxunulub. Çünki Allah özü işarə edir ki, ağac yarpağı belə düşəcəksə, onun elmi orada vardır. Dinimizin ən mühüm məsələlərindən biri niyyətdir. Niyyət. Yəni, namaz qılırsan niyyət, oruç tutursan niyyət, xeyir əməl eləyirsən niyyət. Əməlin qəbul olacaq niyyətlə, qəbul olmayacaq niyyətlə. Məsələn, durursan səhər tezdən, axşama qədər ac qalırsan, yemirsən, içmirsən, amma heç bir niyyətin yoxdur. Soruşuram səndən ki, qardaş, çay içirsən? Yox. Yemək yersən? Yox. Niyə? Nəfsim çəkmir. Yəni, adam bu qədər müddəti ac qalırsa və bir kəlmə qəlbindən keçirmirsə ki, bu işi qürbətən ilallah eləyirəm, əməl niyyətsiz qəbul deyil. Hətta niyyətin şərtlərindən də biri istidamədir. İstidamə nədir? Davam etmək. Məsələn, orucu Allaha xatir sübh namazından başlayıram, zöhr əsr namazında, məsələn, əkbər çıxır qarşıma, riya eləmək istəyirəm ki, qoy bilsin ki, mən oruç tutmuşam. Və yaxud oruç tutana iftar verəcək, mən yaxınlaşıram əkbərə ki, mən boğazım quruyub, o soruşsun ki, niyə? Birdən-birə deyə bilmirəm, axı, mən orucam. Yəni, niyyət davam eləmədi. Allaha xatir niyyət davam eləmədi. Yəni, o əməl ki, orada niyyət yoxdur və davam eləmirsə, o əməlin qiyamət günü əcrin, mükafatın istəmək olmur. Yəni, bu iki hədis də oxuyum, sonra gələk Qurana. Həzrət Əli əleyhissalam buyurur, İnnəl atiyyətə alə qədrin niyyə. Atiyyə nədir? Ata bəxşiş, Allahın verdiyi can sağlığı, Allahın verdiyi ruzi, Allahın verdiyi ömür, Allahın verdiyi nə verirsə Allah Taala ona deyilir atiyyə. Həzrət Əli əleyhissalam buyurur ki, bu atiyyə alə qədrin niyyə. Niyyətin miqdarındadır. Niyyət əgər kamildirsə, ətiyyə də kamildir. Əgər naqisdirsə, ətiyyə də nədir? Naqis olur. Bax, diqqət edin, bəzi vaxtı şəxs niyyət eləyir, amma niyyəti tam qürbətən ilallah olmur. Və o niyyətlə istəyəcəyi şeydə həyata keçmir. Və yaxud keçirsə də ya zorla keçir, ya məsələn naqis keçir. Bu da küsür ki, axı mən Allaha xatir niyyət elədim, niyə? Məsələn, qurban niyyət eləmişdim, misal deyək. Filan iş düzəlsin, iş düzəlmədi. Burada iki məsələ var. Bir məsələ odur ki, onun düzəlməsinin sənə xeyri yoxdur. Sən elə bilirsən, sənə xeyri var. Amma Allah bizdən daha yaxşısını bilir də, imkan vermir ki, bəndəsi axirətini itirsin və yaxud dünyasını itirsin. Ona görə vermir. Və yaxud da ki, yox, verəcəkdi, amma sən maniyələr yarattın, o maniyələr nədir? İmkan vermədi ki, o həyata keçsin. Deməli, Allahdan sənə nə yetişəcəksə, neyləndir? Niyyətləndir. Bir. İmam Cəfər Sadiq əleyhissalam bu mövzuya biraz çox aydınlıq gətirir. İmam buyurur, İnnəmə qəddərəlləh əunəl ibad alə qədr niyyətihim. Əun yardım deməkdir, mədəd, kömək. İlahi yardım, ilahi mədəd, ilahi kömək hansı həcmdə olur? Yenə imam buyurur, niyyət həcmində olur. Yəni, niyyət elə bir şeydir ki, ilahi mədədi şəxsə az, çox və yaxud yox həddində neynir? Cəlb eləyir. İmam buyurur ki, bəndələrin əuni
mədədi, Allahdan yardımı, nüsrəti onların niyyəti miqdarındadır. Fəmən sahhat niyyətuhu təmmə aunullah ləhu. Kimin niyyəti sağlamdırsa, səhihdirsə, Allahın avnu da ona nə olacaq? Tamamilə yetişəcək, təmmət. Tamamilə yetişəcək. Və mən qasurət niyyətuhu. Kimin niyyəti naqis, qüsurludursa, qasural anhu el-avnu bi qədərilləzi qassara. O miqdarda ki, təqsirkardır, qüsurludur, o miqdarda da ilahi mədəd ona nə olacaq? Yetişəcək. Deməli, Həzrət Əli əleyhissalamın kəlamı, İmam Cəfər Sadiq əleyhissalamın kəlamı eynidir. Yəni, istər ilahi vergi olsun, istər ilahi mədəd yardım olsun, niyyətə bağlıdır. Niyyət əgər qüsurludursa, qüsurlu şey alacaqsan. Əgər sağlam, səhih, kamildirsə, o da sağlam və səhih, kamil olacaq. Belə bir əzəmətli mövzu Quranda yoxdur. Yəni, niyyət kimi bir məsələ Quranın zahirində nədir? Yoxdur. Namaz qılırsan, niyyət edin, oruç tutursuz, niyyət edin, filan şeyi belə eləyəndə niyyət edin. Məsələn, cihaddan o tərəfəçi yoxdur ki, niyyət eləyin, yoxdur, zahirdə yoxdur, batində hər şey var. Amma bir Quran ayəsi olsun ki, orada niyyət kəlməsi gəlsin, yoxdur. Yozmalar var. Yozmalar. Yozmalar nədir? Ayənin məzmunu belədir. Qiyamət günü insana heç bir şeyin xeyri olmayacaq, heç bir şey mənfəət gətirməyəcək, məgər ki, qəlbun səlim. Qəlb, səlim də sağlam. Sağlam müxtəlif cür ola bilər. Saf, qatqısız və s. ilaxır. Hədislərlə, təfsirlərlə deyirlər ki, qəlbun səlim, yəni sağlam niyyət. Yəni, belə deyək də, Allah orada kardioloji bir güşə yaratmayacaq ki, baxsınlar görə bunun ürəyi sağlamdır ya sağlamdır. Kimin ürəyi sağlamdırsa, yaxşı döyünürsə, qanı yaxşı ötürürsə, gəl get cənnətə. Quran ayəsinin zahiri bilətdə, qəlb sağlamdırsa, cənnətdəysən. Sağlam deyirsə, haralıdır şəxs? Cəhənnəmli. Yəni, ürək əməliyyatı keçirdənlər, ürəyində problemi olanlar cənnət üzü görməyəcək. Belədirmi? Xeyr, belə deyil. Ayənin zahiri belədir, düzdür. Qəlb səlim oldu, cənnət. Səlim olmadı, ya xəstə oldu, cənnət üzü görməyəcəksən. Və yaxud başqa ayələrdə fi qulubihim maradun, qəlblərində xəstəliklər var. İndi kimin qəlbi kardioloji baxımdan sağlamdırsa, mömindir, cənnətlidir. Kimin qəlbində problem varsa, stent qoyulub və yaxud bir müdaxilə olunubsa, adam cənnət üzü görməyəcək. Elə deyil. Deyirlər ki, həmən bu sağlam qəlb, yəni sağlam niyyət. Qəlb yəni niyyət. Sağlam niyyət. Və başqa bir ayədə hərə öz şakiləsində işi görür. Şakilə kəlməsi gəlir. Şakilə şəkildəndir. Şəkil forma. Bu da zahiri mənasında götürülmür. Niyyət kimi yozulur. Amma niyyət kəlməsi heç bir ayədə zahir olaraq gəlməyib. Və yenə deyirəm, şərt deyir. Quranın zahirində hər şey gəlsin və gələ də bilməz. Məsələn, belə deyək də, məsələn, götürək təbii görüntülər. Məsələn, zəlzələ var, külək var, qasırğa var, suyun daşması, basması filan var. Məsələn, qar yoxdur. Məsələn, səl kəlməsi nədir? Yoxdur. Amma başqa bir ayədə bərəd kəlməsi var. Bərəd və yaxud bərd. Bərəd dolu. O dolu ki deyirik ya. Qar kimi elə bir, belə daş kimi tökülür də. Ona ərəb dilində deyilir bərəd. Amma səlc yoxdur. Yoxdur, deməli Quran düzdür.
Quran belə deyir də, sənin üçün coğrafiya kitabı deyir, ensiklopediya deyir ki, hər şeydən orada qısa bir bütün heyvanlar haqqında, bütün təbii görüntülər haqqında, məsələn, vulkan haqqında məsələn bir şey yoxdur. Deməli, Quran naqisdir. Niyə? Çünki xəbər orada vulkan haqqında məsələn yoxdur. Yəni, yenə deyirəm, hər təbii görüntünün haqqında, təbii zahirənin haqqında Quranda məlumat olsa, gərək 30, 40, 50 cild olsun. Quranın zahiri var, batini var və sahibi var. Deməli, niyyət zahirdə yoxdur, amma yozulan kəlmələr nədir? Varımızdır. Peyğəmbər və əhl-i beytinə salavat göndərək. Deməli, İmam Rıza əleyhissalamdan bir hədis oxuyum, sonra bir-iki məsələ var, ona toxunacağım. Deməli, İmam Rıza əleyhissalam atasından nəql eləyir, o da atasından nəql eləyir və gəlir, dayanır Həzrəti Əli əleyhissalamda. Həzrəti Əli əleyhissalamın da elmi Peyğəmbərdəndir. Buyurur, Əd-dünya kulluha cəhlun illa məvadi'il ilm. Dünya kulluha yəni dünyanın hər yeri, hər halı nədən ibarətdir? Cəhalətdən. İlla məvadi'il ilm. Elm ocaqlarından savayı. Yəni dünyanın hər yeri cəhalətdir, məgər ki elm ocaqlarından savayı. Deməli, cəhalət və elm gəlir ardına. Əl-ilmu kulluhu hüccətun. Elm bütöv ümumi şəkildə hüccət sayılır. Hüccət nədir? Hüccət dəlil, sübut və şəxsin bəhanəsini kəsən amil. Buna deyilir nə? Hüccət. Məsələn, Əhl-i Beyt imamlarına, peyğəmbərlərə deyirik, onlar Allahın neydi? Hüccətidir. Yəni, hüccət yəni nə? Qiyamət günü məsələn, sən deyə bilməyəcəksən ki, xəbərim yox idi, bilmədim. Ya Peyğəmbər onu sənə çatdırıb, ya da imam sənə onu çatdırıb və izah edib. Bəhanəni kəsən vücuda, varlığa deyərlər nə? Hüccət. Deməli, elm bütövlükdə nədir? Hüccətdir. Hansı sahədə olursa olsun. Dini sahə, qeyri-dini sahə. Məsələn, oruc dinin gətirdiyi bir nədir? Göstərişdir. Allahın hökmüdür. Amma onu həkim neyləyə bilir? Dayandıra bilir. Yəni, tibb, dünyəvi elm, dini göstərişi neynir? Dayandırır. Neynə? Səbəblərlə təbii ki. Xəstəlik və s. ilə axır. Qəti qərar verilsə ki, bu adamın məsələn, su içməsə, dərman atmasa, həyatı çox çətin bir hala düşəcək və yaxud həyat təhlükəsi var, adamın oruç tutması, özün məcbur eləməsi günahdır. O elə bilir ki, bu əməllə Allaha yaxınlaşır, əksinə bu adam bu əməli ilə fədakarlıq hesab elədiyi addımlarla Allahdan neynir? Uzaqlaşır. Deməli, elm ümumi şəkildə nədir? Hüccətdir. İlla ma umilə bihi. Deməli, nə zaman elm hüccət olur şəxsə? Şəxs onu bilir və ona da neynir? Əməl eləyir. Amma o şəxs ki, bilmir və əməl eləmir, ona bu mövzu nədir? Aid deyil. Vəl-əməlu kulluhu riya. Əməl hər biri nə sayılır? Riya təhlükəsi var. Hər bir əməlin riya təhlükəsi var. Orucdur, namazdır, filan, hər şeyin riya təhlükəsi nədir? Vardır. İllə məkənə muxlasan. Orada ixlaslı addımlar olarsa. Vəl-ixlasu ələ xatar. İxlasın özü də təhlükədədir. İxlasın özü də məhv olub aradan getmək ehtimalı var. Hətta yanzural əbdu bima yuxtəmu ləhu. Bəndə gözləməlidir ki, onun sonu neynə bitəcək? Deməli, hətta ixlas belə özü insanı
sona qədər xilas eləyə bilmir. Deməli, ixlasdır, əməldir, elmdir. Bu şeylər bəndəni dünyada xilas olmasına da nədir? Yardımçıdır. İndi bizim mövzumuz nədir? Bax, həmən bu şeylər ki, qeyd olundu, elmdir, əməldir, ixlasdır. Həmən bu şeylər hər biri niyyəti bağlı olan bir şeydir. Yəni, bu sadaladığım addımlarda niyyət qürbətən ilallahdısa, xoş şəxsin halına. Əgər yox, qürbətən ilallah deyilsə, qürbə yəni yaxınlaşmaq, Allaha yaxınlaşmaq. Yəni, kim çox niyyət eləyirsə, belə niyyət yox ha, təsbihi götür, niyyət eləyir, elə yox. Əməl, niyyət əməl, niyyət əməl. Kimin niyyəti çoxdursa, Allaha yaxınlığı da nədir? Çoxdur, bilsin. Kim çox niyyət eləyirsə gün ərzində, məsələn, sabahdan bir özü imtahan elə ki, gün ərzində neçə niyyətin oldu sənin? 5 namaz tamam. Ondan əlavə nə niyyətin oldu? İndi hətta dünyavi işin özü, məsələn, anadır evdə yemək bişirir. Durdu, o ki tədarükü görür, bu işi Allaha xatır görürəm. Qürbətən ilallah, duzu Allaha xatır tökürəm, suyu Allaha xatır tökürəm. Yəni, fürsətlər var, amma biz yararlanmırıq, faydalanmırıq. Aydın? Deməli, niyyəti çox olan şəxsin nədir? Allaha da yaxınlığı çoxdur. Niyyəti az olan şəxsin ona nisbətən Allaha yaxınlığı nədir? Azdır. İndi niyyət özü xilas eləyirmi ya yox? Niyyətin özündə də nədir? Şərti şürut var. Əgər o şərtlər varsa, o niyyət sağlam niyyət sayılacaq. Sağlam niyyətlə bəli, şəxs fayda görəcək. İndi mövzumuz nədir? Mövzumuz niyyətə nəsə qatmaq. Niyyətə nəsə qatmaq. Bu nə deməkdir? Yəni, nə demək istəyirəm? Ki, Azərbaycanda bizdə niyyət mövzusu problemdir. Məsələn, soruşursan ki, bu qurbanı kimə xatır kəsirsən? Deyir, Mir Mövsüm ağaya xatır. Və yəni, filan kəsə xatır. Adam kəlmə olaraq səhv eləyir. Kəlmə olaraq nədir? Səhv eləyir. Adam deməlidir nə? Allaha xatır. Qürbətən ilallah. Amma deyir, Mir Mövsüm ağaya xatır. İndi bu adam kafirdir, müşrikdir. Onu necə biləcəyik? Soruşuruq ki, ay, məsələn, Əhməd, sən ki deyirsən, ha, Mir Mövsüm ağaya xatır, Əhmədə xatır, Məmmədə xatır və yaxud Həzrət Əbəlfəzə xatır, İmam Əliyə xatır bu qurbanı kəsirəm. Bu İmam Əliyə xatır, Mir Mövsüm ağaya xatır, ümumən kiməsə xatır. Bu niyyət ki eləyirsən, ha, bunlarda bir ilahlıq sifəti görürsən ya yox? Yəni, bu adlar çəkirsən, ha, onlarda bir ilahlıq, güc, qüdrət sifət varmı ya yox? Desə, hə, adam ya cahildir, ya bilərəkdən kafirdir. Onu örgət, hidayət elə. Dinə olmaz. Hər şey Allaha xatır olmalıdır. Oradan əldə olunan savabı sən ölüyə də göndərə bilərsən, diriyə də göndərə. Məsələn, bu heyvanı kəsirəm Allaha xatır, savabını hədiyyə eləyirəm bir Mövsüm ağaya. Savabını hədiyyə eləyirəm Peyğəmbər və Əhl-i Beytinə. Amma sən deyirsən ki, bu şey Allaha xatır olmalıdır. O deyir ki, yox, elə Mir Mövsüm ağa xatır və ya Əbülfəzə xatır. Başa salandan sonra da yenə inatkarlıq eləsə, adam tövbə eləsin, zəlalətdədir. İndi mövzumuz budur. Niyyətin qatqısı. Həmən bu şirkə aparan kəlmələr, əgər şəxs dediyim kimi ilahlıq nəzərdə tutsa, niyyət də batildir, əməl də batildir. Yox, Allaha xatır eləyirəm, savab filan kəsin olsun. İndi kəlməni bişirə bilmədi də, kəlməni düzəldə bilmədi. Belə eşidib. Amma məqsəd nədir? La ilahə illallah
və hər şey Allaha xatir olmalıdır. Əli, Həsən, Hüseyin, Muhammed, Əbülfəz, Mir Mösüm hamısı Allahın quludur. Allahın izni olmadan bu şəxslər heç bir şey eləyə bilməz. Bu niyyətlə bu sözü deyibsə adam kafir deyil. Niyyətin təzələyəcək, qürbətən ilallah kəlməsinin dilindən çıxaracaq. Mövzumuz bu deyil, bu tənbihdir. Belə niyyət eləməyin. Eləsəz də arxasında dediyim kimi əqidədə dayanmaq lazımdır. Mövzumuz belə deyə də biraz yuxarı, möminlər səviyyəsində olan niyyət problemi. Namaz qılanlar, oruç tutanlar, bax bunlar. Namaz qılıram cəhənnəm odundan xilas olmaq üçün. Namaz qılıram cənnəti qazanmaq üçün. Həccə gedirəm cənnəti qazanmaq üçün. İmtina eləmədim həcdən cəhənnəm odundan uzaq olmaq üçün. Yəni niyyətimə cənnət və cəhənnəm. Savabı özümə cəlb eləyim, əzabı özümdən neyniyim, dəf eləyim. Niyyətə bunu qatmaq olar ya yox? Adətən namazı qılırıq ne üçün? Savabımız artsın, çox olsun. Namaz qılmağı imtina eləmirəm. Niyə? Cəhənnəm odu məndən nə olsun? Uzaq. Deməli, niyyətə, qürbətən ilallah niyyətinə savab qatmaq, cəhənnəm odundan, belə deyə də, mənfəəti cəlb eləmək, zərəri dəf eləmək, qəsdi qatmaq olarmı, ya yox? Qurbanı kəsirəm Allaha xatir, evladım əskərlikdən sağ-salamət gəlsin. Burada niyyətdə nə oldu? Qatqı var da. Qürbətən ilallah, amma mənfəət cəlb eləmək, həyat, sağlamlıq, evladı itirməmək. Və yaxud yetimlərə əl tuturam, Allah Taala bilirəm günahlarım var filan var, günahlarımı silsin, cəhənnəm əzabım olsa onu yüngül eləsin. Yəni zərəri neynirəm? Dəf eləyirəm. Qürbətən ilallah deyirəm. Amma zərər dəf eləmək üçün. İndi niyyətə belə bir şeylər qatmaq olar ya yox? Bu məsələ ixtilaflı məsələdir. Məsələ ixtilaflı məsələdir. Bir qism alimlərimiz adlarını tutum, yəni cəhənnəm odundan xilas olmaq, savab qazanmaq qəsdi ilə niyyətdə qatqı olsa, alimlər bu mövzuda bir mənalı yanaşmayıblar. Deməli, Seyyid ibn Tavusül Hilli, Əl-Fadilil Miqdad, İbn Cumhuril İhsai, Şəhidil Əvvəl və qeyriləri deyir ki, belə bir niyyət batildir. Sənin niyyətin belə olmalıdır. Qürbətən ilallah vəssalam. Savabdır, əzabdan xilas olmaqdır, onları ora qatmağa ixtiyarın yoxdur. Qatdın, əməl nədir? Niyyətsizdir, batildir. Yəni niyyəti, qürbətən ilallah niyyəti, savab verilsin mənə, cəhənnəm odundan, Allahın əzabından uzaq olum qatqısı niyyəti neynəyəcək? Batil eləyəcək. Məsələn, yetimlərə yardım eləyirəm, savabım çox olsun. O yardım getdi, işini dalayacaq. Bu alimlərin nəzərində. Amma məsələn, Şeyx Tusi deyir, yox. Niyyətə savab cəlb eləmək, cəzanı, əzabı dəf eləmək, uzaq tutmaq, qəsdini qatmaq, niyyəti neynəmir? Batil eləmir. İndi iki qism alimlərimiz var. Bu alimlərdən hansının yanaşması, fətvası səhihdir. Təbii ki, Şeyx Tusinin mövqeyi və təqdim elədiyi fətva səhih odur. Amma adın sadaladığım alimlərin fikri nədir? Səhih deyil. Baxmayaraq,
böyük alimlərdir, kitablar yazıblar, fiqhdə, üsulda, hədisdə, orada, burada. Hər sahədə xidmətləri var, amma məsum deyirlər. 2 fətva varsa, biri 100% nədir? Nədir? Batildir. Əgər bir mövzuda 2 fətva varsa, 2 rəy varsa, nədir? Batildir. Məsələn, indi Əhl-i Beytin doğum və vəfat günlərində nəyimiz var? Müxtəlif hədislər var. Rəydür, hədis. Müxtəlif hədislər var. O müxtəlif hədislərə söykənib, hərəsi bir günü neynir? Dəstəkləyir ki, mənim iştihadıma əsasən, məsələn, Rəcəb ayının filan günü, filan məsumun doğum günüdür. O birisi deyir, yox, Şaban ayının filan günü. Yəni, bu neçə dəfə dünyaya gəlib bu adam? Bir dəfə. Deməli, 3 rəy varsa, ikisi nədir? Düzdür, batildir. Amma əlimizdə kifayət qədər dəlil olmadığına görə 100%'lik tərcih eləyə bilmirik ki, birinci, ikinci, üçüncü hansı həqiqəti təmsil edir. Hər halda 2 rəydən biri batildir, düz deyil, dinlə deyil, biri dindir. Biri nədir? Dindir. Deməli, niyyət eləyəsən ki, məsələn, oruç tuturam, qürbətən ilallah, Allah savab versin mənə, niyyətin içində belə bir qatqı, cəhənnəm odundan məni uzaq salsın, günahlarımı əff eləsin və şəriətin tövsiyə elədiyi mövzular. Qatsın, qeyd elədiyim kimi, bir qism üləmadır, niyyətin batildir, niyyət batildirsə, əməl də batildir. Bir qismdir, yox, niyyət səhihdir, əməl də nədir? Səhihdir. İndi, gələk dəlillərə. Birinci, Quran-ı Kərimdən dəlillərə baxaq, sonra bir hədis oxuyacağım, onu ilə mövzunu xətm eləyirik. Salavat göndərək Peyğəmbərə. Saffat surəsi 60 və 61-ci ayələr. 60-cı ayədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnnə həzə ləhuvəl fawzul azim. Bu həqiqətən də ən böyük uğurdur, ən böyük qələbədir, ən böyük zəfərdir, ən böyük qurtuluşdur. Fawz, qələbə, zəfər, qurtuluş və bu mənalarda gəlmişdir. Allah Teala buyurur ki, bu həqiqətən də ən böyük əzəmətli nədir? Zəfərdir, qurtuluşdur, qələbədir. Ardına baxın. 61'e keçirəm. Limisli hada fely'amel el-amilun. Limisli hada. Belə işlər üçün, bu işlər üçün əməl eləyənlər, çalışanlar bu işlərə xatir çalışsınlar. Yəni əməlivi bu işlərə xatir elə. Ayənin zahirinə baxanda tam bizə istədiyimizi vermir. Ki, necə yəni çalışanlar bu iş üçün çalışsınlar. Yəni qürbətən ilallah kəlməsi yoxdur. Və savab qəsdi ilə və yaxud cəzadan qurtulmaq qəsdi ilə zahirdə yoxdur. Amma 60'dan yuxarı qalxanda görürük ki, cəhənnəmdən gedir söhbət. Cəhənnəm və onun müxtəlif bəlaları. Və 60'a çatanda Allah Teala buyurur ki, kim qurtuldusa, bu bəla, müsibətlərdən xilas olubsa, ən böyük qələbəni nədir? O qazanıb. Yəni, cəhənnəm odundan xilas olmaq qəsdi ilə əməllərinizi neyinin? Həyata. Yəni, niyyətünüzə cəhənnəm odundan xilas olmaq, cənnəti cəlb eləmək, qəsdi neynəmək? Eləmək olar. Bu bir Quran ayəsi. Biraz yozumla. Aşkarları da var, sadəcə olaraq mərhələ-mərhələ gələk. Gəlirik Ənbiya surəsi 90-cı ayə.
Burada Peyğəmbərin haqqında danışır. Deməli, Zəkəriyya Peyğəmbər yaşlı vaxtında Allah Taala ona Yəhya Peyğəmbəri verir, yaşlı vaxtında. Hətta təbii baxımdan Peyğəmbər özü belə bir sual verir ki, nə məndə mümkün deyil. Yaş indi 70-dir, 80-dir, 90-dir, neçədir. Və xanımım da mümkündür ki, dünyaya bir uşaq gətirsin. O, hələ mən yaşda və yaxud mənə yaxın bir yaşdadır. Təbii baxımdan alınası bir şey deyil. Mələkələr deyir ki, bu möcüzə olacaq. Yəni, təbiət qanununa sığmayan bir iş olacaq. Vəssalam. İndi mövzumuza aid olan hissə nədir? İnnəhum onlar, indi onlarda iki təfsir var. Bir, Zəkəriyya Peyğəmbər və onun ailəsi və iman gətirənlər və yaxud keçmiş Peyğəmbərlər. Hər hansı olursa olsun, içində Peyğəmbər var. Diqqət edin. Yusari'unə fil xeyrat. İnnəhum kənu yusari'unə fil xeyrat. Xeyr əməllərdə həmişə tələsiblər. Sonra eləyərəm, söhbəti bunlarda olmayıb. Xeyirdirsə dərhal. Ya dalıcan getmək, ya da təhvil vermək. Bir. Yəd'unənə rəğəbən və rəhəbən. Mövzumuza aid olan hissə budur. Rəğəbən rəğbət deməkdir. Sevgi, istək, meyl. Rəhəb qorxu deməkdir. Qorxu, vəhşət. Allah buyurur ki, yəd'unənə rəğəbən və rəhəbən. Deməli, duaları haldır da bunlar. Rəğəbən və rəhəbən dua eləyənin halıdır. Bunlar dua eləyəndə məqsədləri nə olub? Ya rəğbət, mənfəəti cəlb eləmək, rəhəb, qorxu. Qorxunu neynəmək? Dəf eləmək. Deməli, Zəkəriyya Peyğəmbər və onun ailəsi Allaha dua eləyəndə mənfəət cəlb eləmək və yaxud zərəri dəf eləmək qəsdləri nədir? Olur. Üçüncü ayəmiz, deməli, Əraf surəsi 56-cı ayəyə baxaq. Deməli, diqqət edin. Bismillahirrahmanirrahim. Və la tufsidu fil ard. Yerdə fəsad törətməyin. Və la tufsidu fil ard. Yerdə fəsad törətməyin. Bə'də islahiha. İslah salah kəlməsindəndir. Salah düz, bütöv, kamil, yararlı, bu mənalarda gəlir. Diqqət eləyin burada bir məsələyə. Deməli, Allah Taala yeri yararlı halda öz məxluqatına neyniyib? Verib. Yararlı. Bir var məsələn, mən birinə torpaq sahəsi verirəm. Qayalıq. Deyirəm, orada ev tik. Gəlir, baxır, bu qayanı yarmaq, parçalamaq, sürüşür filan. Həmən yer ev üçün nədir? Yararsızdır. Amma Allah Taala deyir ki, mən yeri insan və digər yaratdıqlarım üçün nədir? İslah eləyib vermişəm. Yararlıdır. Heyvana da yararlıdır, insana da yararlıdır, bitkiyə də yararlıdır. Hər bir şey ki görürsən, yer üçün nədir? Yararlıdır, yer də onun üçün nədir? Yararlıdır. Amma bu yararlığı yaramaz hala kim salır? İnsan. Allah buyurur, la tufsidu fil ard. Yer salah halındadır. Sən onu fəsad halına nədir? Gətirmə insan. Ağacları kəsmə. Haramdır. Olmaz. Hansı ayə ilə? Bu ayə ilə. Deməli, Əraf surəsi 56-cı ayədə buyurulur ki, yerə zərər vermək nədir? Olmaz. Ağac insana zərər vermək deyil, yerə zərər verirsən sən. Suları çirkləndirmək halaldır ya haram? Haramdır. Hansı ayə əsasən? Əraf surəsi 56-cı ayəyə görə. Meşələri qırmaq, suları fəsad xarab eləmək,
məhv eləmək və yaxud təbii görüntünü mümbütdür, oranı qumsal bir yerə çevirmək ki, mən məsələn burada filan şey istəyirəm, təbiətə ziyan vermək Quran ayəsi ilə nədir? Haramdır, olmaz. Vəd'uhu, Allahı çağırın, Allaha dua eləyin, xavfən və tama'ən. Xavfən cəhənnəm odundan xilas olmaq qəsdi ilə, tama'ən tamah. Tamah yəni o rəğbət dedim ha, istək, meyl eləmək, cənnəti cəlb eləmək qəsdi ilə, savabı cəlb eləmək qəsdi ilə. Deməli, duaya xof və tamah qatmağa Allah icazə nədir? Verir. Amma o alimlərsə fətvalarında xəta eləyiblər ki, əgər savab cəlb eləmək, günah, cəzadan uzaq olmaq qəsdini niyyətə qatsın, niyyət batildir. Xeyr. Allah özü duaya nədir? Xof və tamah qatmağa icazə verir. Sonuncu dəlilimiz. Salavat göndərək Peyğəmbərimizə. Deməli, 553. Bir daha salavat göndərək Peyğəmbərə. Nur surəsi 37 və 38-ci ayələr. Ayə belə başlayır, rical. Rical, rəcul kəlməsinin cəmidir. Rəcul nə deməkdir? Kişi. Rical. La tulhihim ticaretun və la bey'un an zikrillah və iqamis salat və itaiz zəkah. Deməli, bir sıra kişilər var ki, ilha nədir? İlha məşğul etmək, başı qatmaq, unutturmaq. Allah buyurur, bir sıra insanlar var ki, ticarət, algı-satqı onları Allahın zikrindən və namaz qılmaqdan və zəkat verməkdən neynəmir? Uzaq salmır. Onlara unutturmur. Onları o işlər bu işlərdən məşğul etmir. Yəni bir işlə məşğulsansa, o gördüyün anda o birisini eləyə bilirsən, eləyə bilmirsən də, ya buradasan, bu işi görürsən, o birisi işçin gərək bunu qoyub, ya bitirib oraya getməlisən. Deməli, ya ticarət, algı-satqıdasan, ya da Allahın dediyi ibadət. Təbii ki, vaxt Allah demir, ticarətsiz, algı-satqı, işləmə acından öl, yox. Hər şeyin öz vaxtı. Məsələn, bütün işlərimizi saxlayırıq. Ramazan ayı çatanda bütün problemləri, səfər problemini salırıq Ramazan ayına. Yəni 11 ay yadıma düşmür ki, mən xəstəyəm, qoy gedim məsələn Türkiyə və ya Bakıya, ora, bura müalicəmə eləyim, Ramazan ayında çıxmayayım. Saxlayıram, Ramazan ayı çatanda səfərin dalayacaq. Bu Ramazan ayına hörmətsizlik sayılır. Əgər şəxs Ramazan ayı və öncəsi bu hadisə baş verməyibsə. Deməli, bir qism insanlar var ki, dünya işləri onları Allahın əmrindən uzaq sala bilmir. Niyə bunlar bu haldadılar, bu məqamdadılar? Yəxafunə yevmən. Deməli, bunlar namaz qılır, oruç tutur, zəkat verir, Allahı zikr eləyir. Nə məqsədlə? Yəxafunə, qorxurlar. Yevmən, bir gün gələcək. Tətəqallabu fihil qulubi vəl əbsar. Qəlblər və gözlər həmən günü dəhşətə və vəhşətə məhkum olar, pərişan olacaqlar. Bəli, qəlblər və gözlər pərişan olan gündən
nə edirlər? Qorxurlar. O qorxu bu şəxsləri çəkindirir ki, namaz öz yerində, zəkat öz yerində, Allahın zikri öz yerində, namaz öz yerində, dünya işləri də nədir? Öz yerində. Yəni, dünya işi ibadətdən bu şəxsi neyləyə bilmədi? Uzaqlaşdıra bilmədi. Niyə? Çünki bu adamın vücudunda nə var? Qorxu var. O qorxu da həmən o niyyətin içindədir. Yəni, namazı qılırsan nə üçün? Cəhənnəm əzabından bu gündən qəlblər və bəsərlər pərişan və özün itirəcək, bərbad hala qalacaq. O gündən qorxur deyə namaz, ticarət və alqı-satqını üstəliyir. Amma Quranda bunun əks nümunəsi varmı? Bəli, niyə yoxdur? Düz Peyğəmbər zamanında. Cümə surəsində sonuncu ayədə, 11-ci ayədə Allah buyurur. Bismillahirrahmanirrahim. Və idə rəəv ticarətən. Deməli, unutmayın, Nur 37-də eyni kəlmələrdir, müxtəlif düzümlə. Bir sıra insanlar var ki, onları ticarət və alqı-satqı namazdan, orucdan filandan uzaq sala bilmir, unuttura bilmir. Onlara mənfi təsir göstərə bilmir bir qism. Və bir qism də var ki, həmzamandırlar bunlar. Quran bu ayə hələ bu ayəni eşidənlərin vaxtında nazil olub. Onun, belə deyil, bunlar qırılıb gedib, sonra təzə bir nəsil gəlib, yox. Eyni zamanın adamlarıdır. Nur surəsi 37-ni eşidən, Cümə surəsi 11-i də həmən adam elə eşidir. Mənfi nümunə. Və idə rəəv ticarətən əv ləhvən. Onlar bir ticarət gördükdə, yəni Mədinəyə ticarət karvanı gələndə, ticarət halaldır. Amma namaz vaxtı yox. İbadət vaxtı, ticarət halal deyil. Ticarət gördükdə, ayənin kəlmələrini ötürürəm, tərəkukə qaimən. Səni qiyam halında tərk edib qaçırlar. Yəni, Nur surəsi 37-ni eşidən, Cümə surəsi 11-ni eşidən adamlardılar. Yəni, səhabələr. Bir qism səhabə var ki, dağ kimi dayanıb, dünya ona zərrə qədər təsir eləyə bilmir. Bir qism səhabə var ki, Peyğəmbəri qiyam halında qoyur qaçır. Qiyam halı namazda da ola bilər. Qiyam halı Peyğəmbər xütbə eləyəndə də ola bilər. Amma namaz daha güclü ehtimaldır. Niyə? Çünki xütbə üçün şərtdə ayaq üstə durasan. Otur, danış. Amma namazın qiyamı namazın bir hissəsidir. Deməli, Peyğəmbəri qiyam halında qoyub qaçırlar. Ne üçün? Ticarət səsi, xəbəri eşidən kimi. Deməli, bir qism insan var ki, onları ticarət və alqı-satqı Allahın zikrindən neynir? Uzaq salır. Onlara təsir edir. Bir qism insanlar da var ki, onlara nədir? Təsir eləmir. Deməli, təsir eləməyənləri ayaq üstə tutan amil nədir? Qorxu. Yəni, niyyətində Allahın əzabından qorxu, cəhənnəmdən qorxu və cənnət tamahı onları ayaq üstə tutur. Amma Cümə surəsi 11-də olan səhabələr nə cənnət, nə də cəhənnəm. Peyğəmbəri qoyurlar, ayaq üstə qaçırlar. Yaxşı. Ticarət. İndi evladım var, ailəm var, borcum var, xərcim var. İndi qoydum Peyğəmbəri, qaçdım. Bunu belə deyə də yozmağa yeri yoxdur ya. Mən bir yozum, yamaq vururam. Daha eləyiblər də. Amma ayədə ləhvan kəlməsi var. Ləhv oyun, əyləncə deməkdir. Yəni bu səhabələr Peyğəmbəri bəzilərindən gedir. Allahın rəhməti Nur 37-yə nazil olur. Cümə 11-ə nazil olmur. Bunlar nə Allah tanıyır, nə də Peyğəmbər tanıyır.
Allah buyurur ki, sənin yanında ola, əyləncə, oyun görən kimi Peyğəmbəri atıb qaçırmışdır. Elə deyə də futboldur. Hə, ya Resulallah, bağışda, falan yer oynayır, mən getdim. Ticarət üçün yenə AB bəndə eləyək, amma ləhv üçün sən Peyğəmbəri atıb gedirsən, sonra da deyirsən ki, Allah məndən razıdır. Olmur elə. Deməli, bir qisim şəxslər var ki, onların bütün əməlləri cəhənnəm əzabından, Allahın qəzəbindən qorxu və Allahın lütfi, mərhəməti, cənnəti özünə neynəməkdir? Cəlb eləməkdir. Bax, həmən bu mövzulardan biri, indi yadıma düşdü, Təkasür surəsində də qeyd olunur. Diqqət edin. Əl-Hakum, birinci ayə. Əl-Ha, eyni tulhi. Biri keçmiş zaman feilidir, biri gələcək zaman feilidir. Tulhi, gələcək zaman feilidir. Əl-Ha, keçmiş zaman. İkisi də eyni mənadadır. İlha, məşğul etmək, unutturmaq və uzaq salmaq. İnsanı Allahın zikrindən, Allahdan, ibadətdən nə uzaq salır, nə unutturur? Təkasür. Təkasür səbəb olur ki, şəxs neynəsin? Allahın zikrini, Allahı, Peyğəmbəri qoysun, qaçsın o təkasürün dalıca. Təkasür nədir? Onun özünün uzun uzadığı mövzusu var. İndi gələk mövzumuzun sonuna. Mövzumuzun sonu İmam Cəfər Sadiq əleyhissalamın hədisi ilə bitirirəm. Üsul kafidədir. Allah Şeyx-ül Kuleyniyə rəhmət eləsin. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allahın bəndələri üç qismə bölünür. Qavmun əbədullaha xavfən. Deməli, bir qism Allah bəndələri qorxudan ibadət eləyirlər. Yəni, bunların ibadətləri, namazı, orucu, zikri nədir? Qorxudandır. Və ya oxuduğum ayə kimi. Yaxafunə. Qəlblər titrəyən gündən qorxurlar. Və məsələn, biz namazdan nə dua edirik və yaxud namazdan kənar? Səbbit qulubənə. Qəlblərimizin titrəməsinə nədir? İmkan vermə. Sabit saxla qəlbimizi. Yəni, qiyamət günü qəlblər neynəyəcək? Çevriləcək. Təqalləbə altın üstünə çevrilməsinə deyilir. Amma qəlb sabit qaldısa, xoş həmin adamın halına. Deməli, qorxudan. Tilkə ibadətul əbid. Əbid adətən azad olmayan, qul olana deyilir nə? Əbid, cəmdir. Yəni, qul adətən qorxu içində yaşayır. Yəni, qul rahat, keyf istədiyi vaxt getsin, gəlsin. Mən bugün işləmirəm, özümə bir istirahət günü götürürəm. Sən nə ixtiyarın var ki? Qulun ixtiyarı nədir? Yox. Deməli, cəhənnəm qorxusu, Allahın qəzabı, bunu dəf eləmək qəsdi ilə məhz ibadət eləyirsənsə, bu qul ibadətidir. Və imam demir, bu ibadət batildir. İbadət qəbuldur, amma məqam aşağıdır, qul məqamı. Və qavmun əbədullahə talaban lis-savab. Və bir qismdə Allaha ibadət eləyir, savab məqsədi ilə, savab tamahı ilə, mənfəət. Bunlar ticarətçilər, muzd güdənlər. Bunu da demir imam batil ibadətdir. Sən ibadəti orada əcr niyyəti eləyəsən, tamahun əcr ola, demir batildir. Bu da qəbuldur. Bu başqa məqamdır. Gəlir üçüncüyə. Və qavmun əbədullahə hubbən ləhu. Və yaxud başqa hədisdə əhlən. Allahı ibadətə layiq görüb ibadət eləyir. Və yaxud Allahı sevib eləyir. Sevən
nə qorxu təhlükəsi, nə də bir tamahı olmur. Sevgi, sağlam sevgi, qatqısız sevgidə savab və cəza nədir? Olmur. Onu, niyə məhz onu? Çünki onu layiq görməsəydin, onu sevməzdin. Layiq görməsən. Deməli, imam buyurur ki, üçüncü qism, layiq görənlər. Fətilkə ibadətül əhrar. Bu, azad insanların ibadətidir. Hür. Azad insanların nəyi ibadət? Üç ibadətin üçü də qəbuldur. Amma məqam nədir? Fərq eləyir. Deməli, niyyətə, mövzumuzun sonu bir cümlədə. Niyyət eləyəndə, niyyətə şəfa tapmaq, uşağı olmur, uşağın olması, işi yoxdur, işin olması, mənfəət cəlb eləmək və zərəri dəf eləmək mahiyyətli kəlmələri şəxsinə eləyə bilər, qata bilər, şəriətin təbii ki, icazə verdiyi. Məsələn, oğruğa girir, niyyət eləyir ki, ya Allah, evdə heç kim olmasın. Oğrunun mənfəəti nədir? Evdən oğrayacağı. Təbii ki, bunlar nəzərdə tutulmur. Bunlar, belə deyək də, mövzuzdan kənar bir hallardır. Allahın icazə verdiyi hər bir şeyi niyyətə nədir? Şəxs qata bilər, qürbətən ilallah. Allaha yaxınlaşmaq qəsdi ilə. Allah Teala